Hər birinizi yenidən İsa bulağında salamlayıram. Səyahətimizin sonuncu günündə qərara gəldik ki, biz yenidən İsa bulağına yollanaq. Çünki buranın mənzərəsi çox gözəl idi. Ətrafdakı ağaclar isə birini bacıma, birini özümə və birini də qızıma aldım. Bunları orada mini butqadan almışam, İsa bulağından. Və budur, biz artıq çatdıq Hadrota və orada daşın üzərində bu şəkildə Azərbaycan bayrağının şəkli çəkilmişdi. Nəhayət ki, biz gəlib çıxdıq öz kəndimiz olan Qaracalıya. Burada belə bir abidə var, hansı ki, biz burada rahatlıqla gəlib ərcümüzü yuya bilirik, təmiz sudan içə bilirik. Eyni zamanda burada çox gözəl bir şərait qurub kənd cəmaatı. Az sonra sizə göstərəcəm. Ziyarət edənlərin rahatçılığı üçün duz, qənd, müxtəlif cür qab, qaşıq, çəngəl və sair tipli məişət əşyaları gətirib kənd cəmaatı ki, hər dəfə gələndə burada oturub yeyib içmək, dincəlmək rahat olsun. Daha sonra biz yollandıq Füzuliyə. Füzulidə belə bir ailəvi restoranda oturub çay içdik. Və son olaraq gecə saatlarında biz artıq yol üstüyə yollandıq, hansı ki burada yemək yedik və yenidən yolumuza davam edib Bakıya çatdıq. Növbəti vloqlarda görüşənədək.